düşünmə və gözləmə vaxtının verilməsi, Hı hı. ondan sonra biz şagirdə bildirməliyik ki, o risk götürmək, qorxmamaq, yəni biz bunu aşılayacağıq. Daha sonra müəllim o şagirdə o tərifləmələr verir də, o düzgün təriflə istifadə ediriksə, bu açıq düşünmədir. Doğru mu var idi orada? Elə Bir bu də qədər idi. düzgün tərifləmə idi də, düzdür? Düzgün tərifləyirdik. Hə, hə. 6 dənədir. Hə. Ən əsası 6 dənə idi, bəli. Sonra dedi ki, bu açıq düşüncə, qapalı düşüncəsinin hansındaydı? Motivasiyası aşağı olurdu. Qapalıda. Aha. Cəhdləri artırırdı. Açıq. Aha, özünü mental olaraq bloklayırdı. Qapalı. Aha. Hələ ki bacarmıram deyirdi. Açıq. Aha. Təslim olmurdu. Olurdu müəllim. Olmurdu. Şeydə, açıqda. Aha. Yardım istəyirdi, əlavə məsəl üçün Açıqda. axtarışlar. Aha. Açıq düşüncələr. Açıq düşüncədədir. Və yaxud deyirdi ki, bu mənlik deyil, mən bu fənni qavraya bilmirəm deyə düşünürdü. Qapalıda. Aha. Metakognitiv biliyə malik olurdu. Açıq. Aha. Və yaxud deyir ki, səhvlərdən qorxurdu. Səhvlərdən qorxurdu, şeydi, qapalıda. Ay, qapalıdır. Və yaxud deyirdi ki, səhvlərimdən öyrənirəm. Səhvlər üzərində işləyirəm. Şeydə mənim açıqda. Aha. Daha çox cəhd edirdi. Bu da açıqda. Aha. Cəhdlərini azaldırdı. Qapalı düşüncə. Aha. Çətinlikləri sevirdi. Açıq. Təslim olmağı sevmirdi. Bu da açıq. Ruhdan düşmürdü. Açıq düşüncə. Özünə inanırdı. Bu da açıq. Ay, sağ ol. Heç bir üsul deyirdi mənə işləmir. Heç bir üsulla öyrənə bilmirəm deyirdi. Qapalı. Aha, motivasiyasını tez itirirdi. Bu da qapalı mənim. Səhv eləyəndə narahat olurdu. Açıq. Səhvlərini minimuma indirirdi. Minimuma indirirdi. Bir dəqiqə mən qapalıdaydı da bu.